Tanınmış karateci, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev Azərbaycan Karate Federasiyası ilə arasında olan problemdən danışıb. Bölgə TV xəbər verir ki, o, azeripost.com saytına bu barədə açıqlama verib. Çempion bildirib, idmançılar mənə layıq qoyanda maaşlarını kəsirdilər. Deyirdilər ki, baxın Rafael çox danışır. Deyən yox idi ki, düz danışır. Danışmalıyam da, dinləyən yox, sayan yox. Avropa, dünya çempionatı olanda zədəli-zədəli çıxıb döyüşürdük. Bir gün ayağıma dərman istədim, mənə bilirsiniz nə dedilər? Sən bizi bezdirmisən, cavabını verdilər. Amma o iynə mənə lazım idi. Mən onlara demədim ki, maşın alın, ev verin, zədəmi müalicə etdirmək istədim. Dedim ki, iynəni vurum ki, hambal kimi işləyim. Lakin Avropa oyunlarında 150 min manat, İslam oyunlarında 150 min manat, Olimpiya oyunlarında 300 min manat qazananda dedilər ki, ortaya pul qoyun. Hamıya həmin puldan verəcəyik. Bəs mən hazırlaşanda hamı harda idi? Dilbər və Qarqıza Bölgə TV. Like qoyanda maaşlarını kəsirdilər. Və yaxud deyirdilər ki, baxma, Rafael çıxır danışır, çox şey danışır. Deyən yoxdur, düz danışır. Danışıram, bəli. Çünki eşidən yox, dinləyən yox, sayan yox, danışmalıyam da. Nə oldu, Rafael'i limon kimi belə suyunu sıxanda, dünya Avropa çempionatı olanda deyəndə ki, dizim ağrıyır, deyirlər, sən yerlisən, dağlısan, Azərbaycanlısan, sənin qanun Azərbaycanlı, sən döyüşməlisən. Mən razıyam. Və çıxırdıq bir ayaqla bir dənə də döyüşürdük. İstər Avropa çempionatı olsun, istər dünya çempionatı olsun. Bir günün ki, və ayağıma dərman lazımdır, dərmanın pulun lazımdır, iynəsi. Federasiyadan mənə nə cavab oldu? Bunun ölüm müəllimə heç bir adiyyəti yoxdur. Mən deyirlər ki, Rafael'i bezdirmişsən səndə. Və dünyanın bir nömrəli idmançısına Rafael'ə bugünkü gün deyirlər ki, bezdirmişsən, bəs də nə qədər iynə vurmaq olar? Mən robotam, mən nə istəyirəm? Mən deyirəm ki, mənə maşın alın, mənə ev pulu verin, ayağım zədəlidir. Bunu iynəni vurum ki, hambal kimi işləyim də. Onda deyən yox idi. Hamı deyir, amma şeydir, Avropa oyundan 150 min pul qazananda, İslam oyunlarından 150 min pul qazananda, Olimpiyadan 300 min pul qazananda deyirdilər ki, ortalığa bir dənə şey eləyək, ora pula hamıya verəcəyik. Bəs mən yarışa hazırlaşanda hamı hardaydı? Sözlə demək lazım deyil. Rafael, biz sənin arxandayıq. Biz sənin yanındayıq. Bugünkü mən yan görəmə baxanda, mən o insanları görmürəm. Yəni, bu bir mənalıdır. Heç kim məndən inciməsin. Mən demirəm ki, mən bu günləri karateye gəlsəm, VKF-i mənə həvalə eləsələr və birlə mən dünya çempionu. Yox, mən də çalışmalıyam, mən də işləməliyəm. Mənəm demirəm ki, məndən başqa məhdçi yoxdur, yox. Düzdür, dünyada bir nömrəli idmançıyam. Məhdçi fəaliyyətim çox az olub. 11 ay baş məhdçi olmuşam mən. O zamanlar olmuşam ki, yığma komandanın 18-21 yaş qruplarında olmuşam və 11 ay ərzində bir dənə dünya çempionu, 2 dənə Avropa və bir dənə də Avropa üçüncüsü xanımlar arasında 11 aya bu qədər rezultat vermişəmsə, bu nəyisə bildirir və mən hər zaman idmançı olaraq necə üstündə çalışırdımsa, indi də mənim Qara Brilliant klubum var və orada tələbələrimin üstündə, yəni tələbələrimin arxasında, tələbələrimin yanında dururam. Maddiyyatdan düzdür, biraz çətinliyimiz var, amma ki, əlimdən nə gəlirsə, bir dost kimi, yoldaş kimi, mən də bir valideynəm bugünkü gündə, çünki mənim də balalarım var, amma əlimdən nə gəlirsə, mən tələbələrimə öyrədirəm.